Şəkər xəstələrinin ən çox yeyə biləcəyi qidalar hansılardır? Darçın, qan şəkərini təbii yolla azaldır və insulin səviyyəsinə təsir göstərir. Yulaf, qan şəkərini kontrol altında saxlayır. Lif baxımından zəngin olduğundan həzm prosesini yavaşladır və uzun müddət toxluq hissi yaradır. Yaşıl yarpaqlı tərəvəzlər vitamin, mineral və antioksidantlarla zəngindir. Tərkibindəki A, C, Y vitaminləri immun sistemi gücləndirir və iltihab əleyhinə təsir göstərir. Kefir probiotik təsiri ilə maddələr mübadiləsini yaxşılaşdırır. Kərəviz liflə zəngindir, metabolizmanı sürətləndirir. Avokado sağlıqlı yağlarla zəngindir. Bu qida həm qan şəkərini tənzimləyir, həm də doyumluq hissi yaradır. Zərdəçal iltihab əleyhinə və antioksidant təsiri var. Mərcimək yüksək protein və liflə zəngin olduğundan qan şəkərini tədricən qaldırır.